Avroviziya təmsilçilərimizdən olan Səfurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə bağlı paylaşım edib. Müğənni ailə fotolarını yayımlayaraq həyat yoldaşını Atalar Günü münasibətilə təbrik edib. Atanın ən böyük mirası geridə qoyduğu şeylər deyil, uşaqlarına hər gün verdiyi sevgi, dəyərlər və xatirələrdir. Atalar gününüz mübarək. Qeyd edək ki, Səfurə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün 3 evladı var. Onlar Türkiyədə yaşayırlar.